Bir gün dəliləri bir şəhərdən uzaq bir şəhərə köçürtmək lazım gəlir. Ona görə bu dəliləri gətirib yığırlar bir təyyarəyə. Təyyarəyə yığandan sonra təyyarə havalandıqda bunlar arxada o qədər gürültü salırlar ki, pilot görür ki, arxada səs-küydən qulaq tutulur. Öz yerini köməkçisinə təhvil verib, özü keçir arxaya salona ki, görsün bu dəlilər burada nə hayki salırlar. Gəlir qapını açır, içəri keçəndə görür ki, vallahi dəlilər çığır, bağır, avlem qarışıb bir-birinə, ağız yiyəni qulağı eşitmir. Amma bir nəfər arxa tərəfdə sakitcə oturub bunlara baxır. Pilot gəlib həmin bu sakit oturan dəliyə yaxınlaşır, soruşur ki, bu nə məsələdir, bəs sən nə əcəb sakit qalıbsan? Deyir, hə, mən bunların müəllimiyəm. Bunlar da mənim şagirdlərimdir. Amma indi tənəffüs vaxtıdır, mən onlara heç bir söz deyə bilmirəm. Onlar öz bildiklərini eləyirlər. Bu cavabın qarşısında pilot bir söz deyə bilmir, qayıdıb təzədən gəlir öz yerinə. Biraz keçəndən sonra görür ki, arxada gələn səslər yavaş-yavaş sakitləşir. Biraz da keçəndən sonra görür ki, arxada tam sakitlikdir. Deyir, oxay, nə sakitlik oldu. Səhərdən baş qulağımız getmişdi. Amma bir müddət keçir, görür ki, arxadan qəti səs-küy gəlmir, başlayır narahat olmağa. Yenə durur, keçir arxa salona, baxsın ki, görsün nədir, nə var, nə yox, bu niyə belə tam sakitlikdir. Qapını açıb salona daxil olanda görür ki, təyyarənin qapısı da açıq vəziyyətdədir. Və gördüyü mənzərəyə şok olur. Görür, bu təyyarədə müəllimdən başqa heç kəs yoxdur. Və yaxınlaşır buna, soruşur ki, bəs hanı sənin şagirdlərin? Müəllim deyir ki, dərs vaxtı bitdi, şagirdləri də bir-bir göndərdim evlərinə. Deməli,